Bakının Yasamal rayonunda binanın eyvanı uçub. 111 yaşlı bina qorunan tarixi abidələr siyahısında da yer alıb. Eyvanı uçan mənzildə yaşayış olmasına baxmayaraq, uçqun zamanı xəsarət alan olmayıb. Hadisə səhər saatlarında Yasamal rayonu Mirzə Fətəli Axundzadə küçəsi 5 ünvanında baş verib. Xoşbəxtlikdən həmin vaxt eyvanın altından keçən olmayıb. Eyvanında uçqun olan bina ötən əsrin 1914-cü ilində tikilib və qorunan tarixi binalar siyahısındadır. Hadisə bugün səhər saatlarında baş verib və hadisədən sonra ərazi bu formada liftlənib. Ancaq təəssüflər olsun ki, ərazidəki, yəni bu yoldakı hərəkət hələ də məhdudlaşdırılmayıb, çünki təhlükə qalmaqda davam edir. Sakinlərin sözlərinə görə bir neçə gün öncə paytaxtda yağan güclü yağış həmin eyvanın beton qatında çatlar əmələ gətirib. Lakin təhlükə ilə bağlı aidiyyəti qurumlara müraciət edən olmayıb. Bu vəziyyət çoxdandır. Qurumlar heç bir şey eləmirlər. Sonra yəqin ki, çox güman ki, alınıbdır elə. İndi yəqin nə deyəcəklər, eləyəcəyik. Hadisədən sonra Yasamal rayon Məclis Kommunal Təsərrüfat Birliyinin 43 saylı istismar sahəsi tərəfindən eyvanında təhlükə yaranan binanın həmin hissəsi nəzarətə götürülüb. Bəs uçqun olan eyvanın təmiri hansı qurum tərəfindən həyata keçiriləcək? Bu tarixi binadır. Yəni köhnə uzun müddətli bir binadır. Məsələ bundadır ki, o anidən saat 11-15-20 dəqiqə işləmiş, oradan düşdü yerə. Eyvanın o vəziyyətdə qalması daha da uçma təhlükəsi var da, digər hissələrində hər bir görəcək. Bərliyə məlumat vermişik. Nə qərar versələr həll edəcək. Artıq məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları binaya baxış keçiriblər. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası qanununa əsasən xüsusi mülkiyyətdə olan tarixi abidələrdə təmir bərpa işləri mülkiyyətçi və ya balans saxlayıcı tərəfindən Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişaf və bərpası üzrə dövlət xidməti ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Mövzu ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən isə bildirildi ki, binada yaranan təhlükənin aradan qaldırılması, eyvanın təmiri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən əsaslı tikinti və təchizat MMC tərəfindən həyata keçirilməlidir. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.